Herkese salam. Hem meyvəli, hem çox qabarıq, hem çox ləzzətli, ətirli bir keks hazırlamaq istəyirsinizsə, doğru məkandasınız. Onu da qeyd edeyim ki, bu keksi meyvəsiz də hazırlamaq olar. Mənim əlimdə çeyrək var idi. Mən də çeyrəklə hazırlamaq istədim. Çeyrəkləri əvvəlcə yuyub xırda-xırda doğrayırıq. İndi isə keçirik keksin reseptinə. Keksimizin resepti üçün sadəcə 3 ədəd yumurta lazımdır. Yəni bu qədər qabarıq kekslərə sadəcə 3 ədəd yumurtadan hazırlayacaqsınız. 3 ədəd yumurtamızı sındırdıqdan sonra üzərinə 1 stəkan yarım şəkər tozu əlavə edirik və bunları yaxşıca qarışdırmaq lazımdır. Həll olana kimi qarışdırırıq. Əgər videoma baxmısınızsa və bura qədər baxmağa davam edirsinizsə, bəyənməyi, abunə olmağı unutmayın. Fıtı 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 fıtı. Tik tak qarışdırdıq yumurtamızı. Keşke həssirdən də bu qədər cəld qarışdırmaq mümkün olsaydı əllə. Neysə keçdik. Üzərinə 1 stəkan duru yağ əlavə edirik və onu da qarışdırırıq. Qarışdırdıqdan sonra 1 stəkan qatığa 1 çimdik sodamızı əlavə edib qabarana kimi qarışdırırıq və onu da əlavə edib qarışdırırıq. Sizin üçün sıxıcı olmasın deyə mən qarışdırdığım yerləri keçirəm. Daha sonra 3 stəkan unu əlavə edirik. Yəni 3 stəkanı əvvəlcədən əlavə edə bilərsiniz. Əgər duru olsa, sonradan qaşıqla əlavə edib duruluğuna görə ayarlaya bilərsiniz. Yəni qarışdırırıq. Üzərinə bir qabartma və bir dənə də vanilimizi əlavə edib qarışana kimi qarışdırdıq və üzərinə artıq çələklərimizi əlavə edə bilərik. Çələklərimizin hamısını əlavə eləmirik. Bir də deyirəm, bu meyvənin yerinə başqa meyvə ola bilər və yaxud da ki, meyvəsiz də ola bilər. Yəni meyvəsiz də hazırlasanız bu qədər ləzzətli, gözəl, ətirli bir keks əldə edəcəksiniz. Keksimizin xəmirini qəliblərinə əlavə eləyək tez-tez. Xatırlayırsınızsa, videonun əvvəlində qeyd etmişdim ki, meyvənin hamısını xəmirimizə əlavə eləmirik. Çünki üzərinə də çələklərdən əlavə edirik ki, biraz üzərində də gözəl görüntü olsun. Fıtı 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 fıtı. Göndəririk bişməyə. Və tam artıq mənim kekslərim hazırdır. Əvvəlcə 4 dənəsini qoymuşdum. Daha sonra yeni hazırladım. Yəni sadəcə bu xəmirdən 4 dənə alınmır, çox alınır. Həm də mən həcmini böyük eləmişəm. Siz balaca qablarda hazırlaya bilərsiniz. Dadına, ətrinə söz ola bilməz. Həm də çox gözəl köpmüşdü. Videomu bəyənib, abunə olub mənə dəstək olmağı unutmayın. Sağ olun. Gələn videolarda görüşmək üzərə.